Təqdim edəcəyimiz gözəl həyət evi tam-tamına 12 otaqdır. Kupçalı, yaşayışlı 2 mərtəbə evlə gəlmişəm. Ev 95-ci ildə tikilib. O vaxtdan da yaşayış var, düzdür. Sonradan təmir olunur, müəyyən yerlər restavrasiya olunur. Hal-hazırda qonaq otağından çəkdik. Aşağı, yuxarı tam-tamına 12 otaqdır. Keçib fərqli otaqları göstərim. Məlumatını verim. 7 sot torpaq sahəsinin içərisində ev yerləşir. Sabunçu rayonu Maşdağlar kəndində. 293 nömrəli məktəbin arxası. Burada yenə bir otaqdır. Heç otaqlar gəldi ki, məlumatını deyim. O otaq bitmir. Ancaq otaq da qarşımıza çıxar. 293 nömrəli məktəbin yaxınlığı. Burada ev yiyəsi artıq əşyalarını yığıb, yəni səliqəsizlik. Çünki otaq çoxdur, evin adam sayı azdır. Burada da otaq var. Bu səbəbdən işlətmədikləri, daimi işlətmədikləri əşyaları otaqlara yığıblar. Evin istilik sistemi kombini. Yerləşmə yerindeyim, dediyim kimi Sabunçu rayonu Maşdağlar qəsəbəsi. 293 nömrəli məktəbin yanı, internet məktəbi yaxınlıqda. Maşdağa Nardana yolunun üstündədir. Özü marşrut yoluna yaxın məsafədədir, belə deyim. Qapıya kimi də asfaltdır. 7 sot torpaq sahəsinin içərisində 2 mərtəbəli 400 kvadrat sənət paket kupça. Orada bir pəncərənin həyəti göstərir. Onsuz da evin həyəti uzun-uzağı yoxdur. Bura şifer gördüyünüz hissə. Heyvan saxlayan yeri adı yadından çıxdı. Burada gördüyünüz 5 tonluq ehtiyat su çənidir. O qalacaq təbii ki. Burada damdır. Yəni nə vaxtsa 95-ci ildə tikilən evdir. Nə vaxtsa heyvandarlıqla məşğul olublar. Orada heyvanlar olub, indi hal-hazırda boşdur. Keçək sizə həyəti göstərəcəm. Gördünüz qonaq otağı hardan haradır? Qiymət 220.000 manatdır. Real müştəriyə ev yərəsi tərəfindən təbii ki, indirim olacaq. Hal-hazırda evdə 2 ailə yaşayır. Bax, ikinci mərtəbədə qeyti, bunların sənətən qoxuyan sanıcını göstərəcəm. Bazarda sizə bir həyətə istifadə edirlər. Yəni, alan müştəridə 2 ailə, 2 qardaş, 2 bacı, nə bilim, ata, ana, övlad yaşaya bilərlər. Yəni, bir ailə üçün deyil, həqiqətən böyük evdir. Bu yuxarı mərtəbəni sanitar qovşağı sanuzidir, ayrı-ayrıdır. Orada klankovkasıdır o heç. İstilik sistemi kombidir. Kombisi, radiatoru hamısı var. Ümumiyyətlə bütün kanal sistemləri hamısı qaydasındadır. Keçək aşağı. Mərtəbə arası monolitdir. Təsəvvür o vaxtın dikilmiş evdə. Uzaqdan görsəniz, inançsız elə bilərsiniz ki, biz haransa qalasını çəkirik, nə bilim, haransa sarayını çəkirik. Həyəti 3 yerdən girişi var. Evin aşağı mərtəbənin girişi buradandır, amma qapının arxasında müəyyən şeylər var, keçə bilmirik. Bu giriş qapısıdır. Göstərir, maşın, elə eləyəsin maşın salıb, maşının yanına bağı keçək, hə. Göstər elə maşının həyətinə salıb, keçək bağı göstərək. Solunda bağına baxın, evin də ətrafdan keç içəriyə. Bu yuxarıdan pəncərədən baxdım, yaxından baxmaq istəyirəm ki, o nədir? İndi sözsüz ki, yəqin ki, maraq yoxdur deyə baxımsızdır. Bu soldakı yarım tikili, yuxarı geri pləkəndən göstərərdik onun ətraflı. Yox, yuxarı pləkənə çıxanda baxmaq olur. Yarım tikili evə aiddir. Yəni həyətində başqa tikinti də tikə bilərsiniz. Uzaqdan elə evin görüntüsünü göstər. Keçək həyətin qabağından göstərək. Yuxarıda 6 otaq, aşağıda 6 otaq. Aşağı mərtəbəndə sanitar qovşağı sanıcını göstərək, sonra evin içərisinə girək. Bu aşağı mərtəbənin sanitar qovşağıdır. 2 dənə, həm aziyetski var, həm belə. Sanıcını evin içərisindədir, göstərəcəm sizə. Bayaq göstərdiyimiz giriş qapısını gördünüz də, yəni giriş oradan da var. İndi ev yəsi arxasına müəyyən əşya qoyub, biz bu tərəfdən gelirik. Solda bu gördüyümüz qapı açmıram, göstərməm, qaranlıqdır onsuz da. Yuxarı mərtəbədə göstərdiyi dam var idi. Bax, o dama buradan keçid var. Yəni damda işini görüb, burada əlin yuyub evin içərisinə keçilir. Bura aşağı mərtəbənin, mənə balam göstərmə. Aşağı mərtəbənin
sanuzeldir. Prosta iki dənədir. Girirsən sanuzelə. Bura girəcəyə artıq əşya qoyublar. Göstərmək istəmirəm. Göstərdiyim qapı, görürsünüz arxasına televizor qoyublar. Həyətə, yəni evə o giriş oradandır, belə deyim. Yenə girən kimi böyük zalıdır. Qonaq otağın tamamı. Çox yer uşaqlar üçündür bura. Gizlədirsən. Mənim yerimdir. Hə, o sənin yerindir. Burada geniş mətbəxlidir. Görürsünüz, həm mətbəx, həm də oturma odasıdır, belə deyim. Aşağında, yuxarında mətbəx mebeli var. Pəncərələrin işıqası kimi qoyulub. Gel yaşır evdir də, nə istəyirsən də. Keçdik. Gələ, burada bir dənə otaqdır. Yuxarı mərtəbə kombi distili sistemi. Bu peçin adı nədir? Ceyran peçi. Yox, İran peçi. İran peçidir. Bu aşağı mərtəbə İran peçidir. Burada bir otaqdır. Göstər ətrafı otağı. Burada da yenə bir uşaq otağıdır. Baqa, bunu gördüm, uşaq olmaq istədim. Belə əzlərim, qiymət 220 min manatdır. Evi çöldən çəksəydik, Yəni ev həqiqətən çöldən çölə zırıltıdır. Elə bir məktəbdir, nə bilim, polinikadır. Amma bu yaşayış evidir. Aşağı 6, yuxarı 6, tamına 7 sotun içində. Həyətində də əlavə tikilisi. Həyətdən o tikilini göstərək, bizdən söz verdik, yaxın tikilini göstərəcək. Həyətində yarım tikili var, yəqin ki, nəsə tikmək istəyirmişlər, qalıb, pilləkənə çıx. Gözü tənəfələ də baxdı ki. Yarım tikilini göstərim mən. Baxmadı, burada ətrafı görsənir. Yarım tikilini görürsünüz, o da bu evə aiddir. Tamına 7 sot torpaq sahəsinin içərisində. Ətrafı da elə özü kimi yekə evlərdir, buna bax. Tamına 7 sot torpaq sahəsinin içərisində paket kupçadır. Evin də torpağında çıxarışı. Qiymət 220 min manatdır. Real müştəri ev tərəfindən indirim olacaq. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.